Nə var nə ya? Sushi yiyim. Sushi yox. Əslində belə acam, nəsə yemək istəyirəm. Amma bilmirəm nə yiyim. Effektin anasıdır. Hə. Bir gün bütün sardaydım. Esmira neydi familiyası? Xəyam, bu nədir də? Esmira xanımın yanındaydım. Ne olub sırqamaz? Hə, Denyas üçün getmişdim. Bugün getdik, söhbət elədik. Videodan danışdıq. Dedim, bugün olar. Sizi çox istəyir. Canımsınız, sizə qurban. İstədim də deyəm. Pisdir sırqam, bugün almışam mən qızlar. Pisdir deyirlər. Nə bilməsə deyirlər, amma bilmirəm. Yox, aşkım, yox. Əla. Dəst, deyim sizə. Bunun serısını da aldım, rozvısında. Bu model qəşəndi. Orada çoxdur növlər. Deyim sizə. Neçə gəlib dedilər? Neçəyə gəlib çıxdı? 90 manat. 90 manat. 80. Əyində də çox qəşəng qalır. Mən kutkasını biraz həmişə böyük götürürəm, böyük tərzdə. Amma şalvarı həyatda daha çox qəşəng. Yaraşıb mənə rozvu. Çünki o qədər bayıldı ki, deyirsə mən də geyim alım. Əslində mənə aldı bugün. Mən dünən serısını giymişdim. Bu çox qəşəng. Amma bu rəngi deyir daha qəşəngdir. Həyatda lap qəşəngdir. New Yorker'da. Dur, ayağa durun. Başla. Dur görsədim. Ya özüm göstərəcəm. Xanım, içini unuttum mənə telefonumda. Yəni göstərim qızlara baxsın. Gör ablacığın nasıl görünüyor ablacığın. Balağı belədir. Rezindir. Kutkanı M götürmüşəm. Amma rəngi orada elə düşmür. Rəngi ekranda o qədər düşmür. Kutkanı M götürmüşəm, şalvarı S. Çalışın biraz böyük götürün. Böyük daha qəşəng görünür. Mən onu belə də xoşlayıram, belə. Qəşəngdir. Qəşəngdir, dilimizə qırpana. Süperdir, deyətəqə. Hə, ser rəngində belə götürdüm. Kutkası M, şalvarı S. Çox qəşəng. Bu şalvarın neyi qəşəngdir? Oturuşu qəşəng qalır. Orada belə sportivlər çoxdur. Gedibsə, orada başqa rozvular da var. Almaq istəsəz, bu yazı olsun üstündə. Onda biləcəksiniz ki, bu həmən o modeldir. Dodağım necə olub? Düzəltdirdim. Korreksiya elədim, Mila. Necədir dodağım? New Yorker'dan ürəyim. New Yorker. Həştad neçə manat? 86 manat. Hansı fiyal? Hamısında var. Bütün fiyallarında var. Prosto çoxdur modelləri. Yenə də deyirəm. Qara var. Seri var. Çox qəşəng. Rozvadır, qaradır, seridir. Bu modelin 3 rəngi var. Qara, rozva, seri, hə? Başqa rəngi yox idi. 3 rəngi var bu modelin. Orada başqa modellərdir. Mən serini də bəyəndim. Amma bu sənə çox qəşəng qalır. Kapşonkası da qəşəng, yekədir, bax. Mən başı kapşonkanı yekə xoşlayıram belə. O dar olan kapşonkaları sevmirəm. Belə pəmbə yaraşır. Pəmbə yaraşır. Ürəyi tut. Siz bundansınız. Yo, siz bundansınız. O bir şey. Ekranı sil. Ekranım yaxşıdır ki. Qızlar, ekranım pisdir. Hə, ürəyim. Mağaza New Yorker. Arzu, gəl Neon'a qonağım ol. Hara hündür? Kimdir o? Sədişdir. Sədiş tanımırsam. Saçımı ul eləyib. Dodağım necə olub? Düz. Korreksiya elədim. Qəşəng olub, hə? Piercing. Məndə piercing var, ay bacı. Haram da piercing salmışam ki.
Ekran qəşəng oldu. Doğrudan. Nə qəşəng olub balam? Rəngi. İlk uşağım 19'da Naibə. Mama ilə, bir də Denizlə. Özün necəsən? Ne okursan otur, ben oxumuram. Yox, kofe içmirəm. Qız, nə var sən mənə elə baxırsan? Keşek göstersin değil mi? Gündəmaz. Az get az, gündəmaz. Sənə yaxınam, niyə gəlmirsən ki? Gecə saat 3 deyil ki. Kiminlə nəsəniz? Az yox, özümə içeri çıxmaram bu vaxt indi. Yox, ay bacı, yayda çıxırdım, qışda yox. Mamandır, yox, nənəmdir. Az güneyildi də. Barışdınız, hə. New Yorker aşkım, New Yorker. Ay Allah. Game süper. Can, adam necəsən ürəyim? Keşke. Üst game'i göster. Yine durun. Kuklaz adam sizin için. Her zaman mehriban. Sizin mehriban olan dilinize kurban az. 9 fevral nedir ki? Ben ne bileyim babacığım, ben de sen kim? Tek kurtka diyesen. Kurtka bahaydı yoksa şalvar? Kutka. Bu da koftası. Kurtkası bahaydı. Şalvar 40'dı. Eynisə demək. O da Yok, şalvar 36.99'du. 36-39. 36.99 şalvardı. 40'da şeydi, kurtkadı. Böyleydi. 86, 87. Hansıdır? En sevdiğim, benim sevdiğim renk yoktu. Dünən sera rəngini giymişdim. Sera var. Qara var, bir de rozu var. Bunların çok modeli var ha. Sonra gedib şey, iminli bu yazılı olandı bu. Bu böyük model kimi duran. Bak böyle bu yazı olmalıdır üstünde. Dur baxaq da. Bak dururam sizin xətri. Allah haqqı, sizi çox istədiyimdən dururam ha. Yəni ay Allah. İşim var da bunlarla. Şalvar belə qalır. Deyil, istə yatan gəldi. Belədir. Kapşonkası da belədir. Orada çox rozum var. Bu belə açıq rozudur, arxası belə. Boş qalandı, burası rezinləndir. Hələ nas kimi bax. Bax bu olmalıdır, bax burada da var. Orada başqa rozuvu da alır. Obrisi rozuvun beli hündür qalandandır, hündür. Yəni almalı olsunuz, biləsiz. Görəcəksiniz zaten yuxarıda asın. Mən Nərmanovdan aldım. Siz oradan alırsınız, alın. Bütün New Yorkerlerde var. Rəhmətli nənəmindir. Moldakı biz hardan aldıq? Metroparkda. Metropark ürəyim. Hə, roz rəngi qəşəngdir. Mən serum da çox bəyənirəm. Serumı tək belə də giyinə bilərsən lasinlə zadla. Rozva almırdı, ne mən aldırdı. Hə, mən almırdım. Mən obrisi rozunu götürmüşdüm. O yox, bu bir şeydi. Mən başqa rozu götürürdüm. Sonra Güneldi ki, elə sənin serumdan var. Dedim, elə hamı götürür. Heç əynimə giyinmədim. Belə qəribə göz. Baxdım serum əynimdəydi. Baxdım razmeri nədir, elə də götürdüm. Ay Allah, neçədir? Ay Allah. 86 ikisi birlikdə. Tek alsaz kurtka 40, şalvar 36. Bütün New Yorkerlerde vardı. ...76 yok aşkım, 86. Düz dedi, 76 edirəm.
76 idi. 40, 36, 76 idi. Ama 76 değildi. 40 değildi o. Ne idi? 40 idi. O biri 39 idi. Şu kofta 50 idi. Yo 54 idi. 40'a 54 idi. 49 idi. Bilmiyorum. Ay Günka. Ne kadar? Ben 120 verdim. 120. Nijni aldım. 15 manat oydu. Hə. Bir tane de bu altında. Başka işini almadım. Bir de bunu aldım. Ha, 100. 15 de bu idi. Hesabla. Ha, 15 olmadı. 13 Aa, buydu. yadımdan çıxdı. Hesabla. 13 15 de o. 30. Deyirəm də 90 manat. 86. Qızlar 86. 40 şalvarı idi, kurtkası idi. Yaxın 36-99'da şey idi. Kukulka, bu bizim kukulkadır. Gelmirsən sən. Kuku. Gelmirsən ki. Biz gelirdin. Yine size söhbət danışıyordum. Gelin size bir tane söhbət. Haraydı bu McDonald's yedi bugün? Gönlün ne olub? Demək, 2 dənə qoy danışım sizə. Demək, qoyursuz danışım. Demək getdim Günellə yemək yeməyə. 2 dənə menü zakaz verdim o aparatla. Çeki çıxartdı 94 nömrəni verdi mənə. Hə, neysə, başımızı ağrıdım. Zakaz verdim, geldim oturdum. Kukla dur dedim, dur gel. Oturdum. Oturdum gözləyirəm. Hə, bir də gəldim, Günel getdi qabağa. Günel deyir ki, arzu ödədim, deyirəm yox. Hə, sonra mən də gəldim dalıca. Gəlmişəm ora. Xanım deyir, yeməyimiz ucu hazırdı, qoyublar şeyədə, kartoşka ucu soyur orada. 2 dənə də burger, menü götürmüşəm. Qulaq aslında söz danışırım. Hə, nə başımız ağrıdım? Nə deyirdim? Hə, bu mənə desə ki, xanım deyir, 2 dənə deyir zakaz vermişiz. Sizin pulunuzu və sizin pulunuzu o bursu müştəriden almışıq. Deyirəm, mən yaxçıda, mən indi özümkini ödeyim. Yo, deyir, siz deyir bu pulu ödəyin oğlana, müştəriyə. Hə, o ilə hesablaşın. Dedim, başa düşmədim. Mən nöş eləyirəm onu. Dedi, bir dəqiqə gözləyin. Mən də gözləyim, 10 dəqiqədə keçib. Kartoşka da soydu, nədir? Apar tulla. Yığmışam bura, aç. Olmuşam tutub damarım. Yığıram da. Günel də mənə baxır, gəlib damarım. Hə, oğlan gəldi, 2 dost. Oğlan deyir ki, mən ödəniş elədim. Mən sizə 25 manat pul verdim. O deyir ki, hə, 16 manat çıxdı xanımın şeylə. Sizin şotunuz 25 manat elədi, xanım da 16 manat elədi. Siz xanım indi bizə ödəniş elə, siz xanıma 9 manat qaytarmalısınız. Hə, uca beynim çöndü. Nə yemisən? Köklü aş. Azər turşulu aş olsun. Turşulu aş. Dedim, xanım dedim, bu mənim işimdir öyle, bu sənin işindir. Yemeğim oldu orada soğuk. Başa düşmürəm, götür ştornu elə, dedim ştornu elə. Haqq hesabı çıx oğlandan, mən sənə ödəyim, mən oğlanla niyə ünsiyyət qurmalıyam orada? Hə? Ay xanım, uca beynim çönüb. Başa düşmədim dedim, mən niyə dedim oğlanla ünsiyyət qurmalıyam? Hesab sənin deyil, sən məndən hesabımı al, hesabımı. Sən qıza pul ödəm, oğlanla hesablaşmalısan, 9 manat ona qaytarmalısan. Başa düşmürəm, işçi bəyəm odur, mən səndən alıram yeməyi. Ona niyə pul qaytarmalıyam ki? Başa düşmədim. Hə, siz deyir aravızı, dedim, elə şey yoxdur. Kukulka bəsdir, çünki acam. Hə, neysə, pulu verdim, ödədim. Oğlana dedi ki 9'a götürdüm karşılıkmağa, dedim indi mənim yeməyimi təzələ. Kartuşkam olub bumbuz, 20 dəqiqədir mən burada kassada durmuşam. Getirdi, burada müdiriyyətə deyirəm sizə. Xahiş edirəm, işçilərimizə nəzarət edin. Neynədilər? İndi bunlar ağıllı şeylər. Kartuşkanın sveji verdilər. Burgerləri yenə bumbuz verdilər. Düzgündür bu ay bacı. Səhv süzündür. Səhvi süz eləmişsiniz. Mən nə üçün oturmalıyam orada hansısa qarşı cinslə orada haqq hesab eləməliyəm? Bəlkə düz demirəm. Sənin xırdon var, gəl mən sənə qaytarım. Mən niyə cəmaatla ünsiyyət qurmalıyam? İş sənin işindir, səndən alıram yeməyi. Deyir, gedin, deyir, onunla haqq hesablaşırım, qaytarım. Amma səhvi onların işçisi eləyib. Yeməyim də oldu buz.
Neyse də tutmuşdu damağım. Əslində istəyən dörgülərdim, prosta acıydım, o düzə bilirdim. Haradaydı qızlar ora? Oranın McDonald's yadımdan çıxdı. Kukuka dur da. Valla çəksinə Bogenias, xoş gəlmişsiniz. Çəksinə çəkməsin onu, amma düzgündür də bu elədikləri. Valla düzgündür. 20 dəqiqə məni o informasiyada gözlədilər. Öz səhvlərinə görə. Yeməyi də qoyub qabağıma buzmuz. Kartoşka olub lırt. O kartoşka oradan çıxandan sonra 20 dəqiqə sonra mən onu işləməliyim. Sənin orada işçilərimin səhvidirsə, sən götürməlisən, deməlisən bağışlayın, mən silim bunu, yeniliyim, mən olmayayım, olsun başqası. Pul verir və cəmaat da pul verir. Buz kartoşkaları yeməlidir. Güya indi bunlar bölqalarımı değiştirdiler. Eyni bölqanı da verdilər. Çünki düzgündür. Haqsızlıqdır bu. Öz işçilərinin səhvini bizə şeylə. Hələ bir ki 2 dənə 94 nömrə çıxıb, 2 dənə 94 çıxıb. Biri eləyib hesab 24 manat, bir hesab eləyib 15 manat. Oğlandan çıxıblar 15 manatlıq hesabı. Mən gəlmişəm 15 manatı ödəməyə, mənə nə desə yaxşıdır. Siz deyil, oğlana ödeyin. Oğlana niyə ödəyirəm mən? Hə, deyir, işçimiz deyir, səhv deyir, pul alıb ondan. Hə, mən nə eləyim? Amma bizdə əgər orada olsaydı, Almaniyada, bizdə olsaydı, bax, indi Almaniyadakilər bilir. Məsəl üçün, gəlmirsən orada yemək almağa. İşçi nəsə səhv eləyibsə, obusun atçotunu götürübsə, götürür çeki. Oradakı sifarişi ştorno eləyir, çeki. Silir, mənim öz haqqı hesabımı alır, ondan da öz haqqı hesabını alır. Hə, nə olar ki? Necə nə olar? Xanım, yeməyin 20 dəqiqə mən qabağıda yemək çıxandan sonra mən kassada bunların aralarında söhbətlərinə qulaq asıram ki, kim kimə pul ödəyəcək, kim kimə. Yemək də oldu bumbuz. Yarım saat, 20 dəqiqə bir sifariş gözləyirəm, 20 dəqiqə də qabaqda gözləyirəm ki, bunların səhvini mən eləməliyəm. Götürsün, silsin, yeniləsin, çeki versin də mənə. Necə yəni? Neyinirəm o buz kartoşka ilə yeməyi, mən neyini yiyeyim? Lırt kartoşka buz olandan sonra neyinirəm o xıç ağzımda eləməyəndən sonra? Mən onda xanım, xahiş edirəm ki, indi mənim yeməyimi yeniləyim. Düz deyirəm də, çünki o mənim səhvimdir, onların səhvidir. Yenə əsəbləşdim də, benim qalxdım. Düz demirəm, qurbanım, sizə and verirəm Allaha. Çünki mənim səhvimdir. Bir var, yemək içərdə olar, deyərəm, okey, yemək hələ hazırdır. Az bumbuz yemək. Düz deyirsə, Quran haqqı düz deyirəm. Allah haqqı kim olsa hissənərsiniz. Yeniləm, yemək arxada olsa, hələ pişməyib də, elə olsa deyərəm, eybi yox. Yeməyi çıxardıb qoyub qabağa, 20 dəqiqə mən bunlarla söhbət edim. Administrator gəlib orada, hə, nə eləmişsiniz? Hə, onu niyə eləmişsiniz? Hə, buna onu hesab edim. Bu oğlan burada gəlib. Oğlana deyirlər onu. Oğlana deyirsə 25 vermişsən. Bu deyir, yox, mən 25 düz vermişəm. O deyir, yox, başlayırlar söhbət gəlib bunlara qulaq asıram. Bu oğlan gəldi mənə zdaçı qaytardı. Oğlanlara da özdə də неприятно idi. Belə şeyləri demək lazımdır ki, bunlar bilməsin, hay-bay buydu. İndi dili qısa olmuş qız yazıq neyini yerdi? Soğuk kartoşkanı qoyub yiyəcəkdi. O da cəmaat pul verir də. Olmayayım, mən əziyyətlə gəlib pul qazanırlar. Gəlirlər iki qarınlarını toxlaşdırsınlar. Olmazdı dili biraz dilçeyli mənə kimi. Bilməm, ben dilçeyli pis söhbətdir, ya yox. Dilli, götürəcəkdi o soğuk yeməyi, gedib oturub yiyəcəkdi. Nə qədər da? Neyiniyim? Əsəf sistemlərim oynadı. Danışmayayım, neyiniyim biz? Oturum xanım xatım burada. Zərişim yücüsə nəyə atım? Bugün sizə Allaha and olsun. Bugün bütün günü sağ qulağım yanıb. Sizə and verirəm Allaha. 5800 nəfərsiz. Hansınız mənə yaxşılığıma danışmışsınız? Bugün kimsə mənim yaxşılığıma toyqatar. Bəlkə bir 2 saat sağ, bax yeni yanır. 2 saat bəlkə sağ qulağım yanıb. Cik. Kimsə yaxşılığıma danışıb. Mən. Hə, Yağmurda danışmışsınız. Yaxşı. Deyir sağ yaxşıdır da. Baxın. Sağ qulağıma yaxşı, gəl bax. Hə,
Baba qıpqırmızıdır. Doğrudan yenə bax qıpqırmızı. Ay Allah. Kim danışır mənim yaxşılığıma? Sizə qurban olaram ha. Sol ələ başlayır. Bugün sol yanmayıb nə əcəbsə. Bugün tolka sağ yanıb. Saat 11'in yarısı. Ay Allah. Az hara gedib girirəm. Mağazinə girirəm. Nə oldu Denizlə? Restorana girirəm. Nə oldu Denizlə? Butik paltar mağazinə küsmüsüz. Nə oldu belirsə? Boşandınız. Nə oldu bas? Ürəyim üzükləri qoydum ha. Ən yoxdur. Gülen açdı saç rəngini. Aslına bax. Hani? Yenə prob qoydu. Yox, hamısını. Az ged az. Allah haqqı. Az belə açmaq olur. Bir eləyəcək də, dedi. Deyim deyəcəm, hissesi, diryanları satacağım. Az yanımız. Gəl mən onu bir dənə açım. Şaq şaq şıq şıq. Gəl, Ətağa. gəl. Ağzında saçaqda. Şeydi bir şey güneydi. Ay, bacı, səni top çıxaran. Onlar qromkini sonrası. Götür evi otağı düzsən. Yaşlı, bunu deyimə belə. Qromkin qoy da bu qulağıma. Güney sən salam deyirlər. Bu yemirəm. Aleyküm assalam, öpürəm yaxşıları. Bax kimdən. Bu da mırt deyir. Kişini məşhur etmirsən. Kişi özünü məşhur edib. Mən nöş eləmişəm. Oca sol da başladı yanmağa. Amma sağ daha çox yanır. Bugün bütün ondan kəsməyir. Kösmü gedir gəlir. Amma sağ bugün, sol bugün yanmamış. Şimdi bəlkə aralarında başladılar danışmağa, başlayıb solda yanmağa. Bir də Türk elə də. Sırqam belədir. Aşkı telefonu niyə açmırdın? Ay Allah. Durum çıxım yedim az. Alıçıram Bey, teşekkür edirəm. Var olun. Tamam, yaxşı olmadı. Evə get. O qədər qulağım yanırdı ki, gün elə deyirəm. Bir dənə götürdüm, story atdım. Dedim, ha, sansız məndən belə yaxçıya danışırsınız. Danışsa mənim izləyicilərim yaxçıma danışar. Mənim burada yaxçı bir şeylərim var. Yaxçı qardaşlarım var. Anası ilə, zadı ilə də danışıb yəqin. Dəstiniz hardandır? Rosman nə danışıb? New Yorker'dən.